Birinci suala deyir ki, uşaqlar, Pakistandan çıxan gəminin verilən ölkələrə ən qısa yolla çatması üçün keçdiyi boğazları müəyyən edin. Gəlin uşaqlar, əvvəlcə biz boğazlarımıza baxaq görək hansı boğazlardan söhbət gedir. Aha, gəlin burada bizim boğazlarımız verib. Baxın, biz burada nə boğazını görürük? Cəbəl Tarix boğazın. Düzdür? Cəbəl Tarix boğazımız görürsünüzmü? Buradadır. Daha sonra baxırıq ki, mən sizə əvvəlcə boğazların yerini göstərəcəm ki, biləsiniz də hardadır. Digər boğazımız. Məsəl üçün, Bab Əl-Məndab boğazımız var. Baxın, Bab Əl-Məndab boğazımız hardadır bizim? Baxın burada, gördünüzmü? Hörmüz boğazımız buradadır. Daha sonra Malakka boğazımız görürsünüzmü? Bu hissədə yerləşir. Sonra Torres boğazımız hardadır bəs uşaqlar? Torres. Hı? Torres boğazımız hardadır? Bax burada. Avstraliya ilə Yeni Qvineyanın arasında yerləşir. Düzdür? Burada olan boğazların hamısının yerini sizə göstərdim. Əslində heç bir çətin boğazımız deyil. İndi bizdən görək burada nə istəyir? Deyir ki, Pakistandan çıxan gəmi verilən ölkələr ən qısa yola çatması üçün keçdiyi boğazları müəyyən etməyimizi istəyir. Biz qeyd edəcək ki, bu boğazlarımız hansılardır və hardan hara keçəcəyik? Kimsə işləmək istəyir bunu, yoxsa izah verim? Hə, uşaqlar. İzah verin müəllimə. Yaxşı. Deməli, burada biz baxırıq ki, Pakistandan çıxan gəmi ən qısa yolla Kuveytlə, bax Kuveytlə. Bax, Pakistan yerini tanıyırsınız da, Pakistan harda yerləşir? Kim burada göstərər? Pakistanın yerinə. Hə, uşaqlar, Pakistanın yerini kim göstərər xəritə üzərində? Olsa yaza bilirsiniz rahat. Pakistanın yerini kim göstərər? Ağa, sen Pakistanın yerini göstər görək. Baxın. Pakistan Hindistanın bölündədir daman. Aysə, bax Hindistan buradır, uşaqlar. Pakistan da hara düşür? Hindistanın yanına. Pakistandan yuxarı. Bəli, Pakistan bura düşür. Deməli, Pakistanla nəyi deyir? Məsəl üçün, Kuveytə. Pakistanla Kuveytə getmək üçün biz hardan keçməliyik? Hansı boğazdan keçməliyik? Burada nə var arasında? Hörmüz boğazı var. Hörmüz boğazı var. Ay sağ ol. Kuveyt isə deyəcəksiniz harda yerləşir? Kim göstərir Kuveytin yerini tam? Kuveytin yerini kim göstərər mənə uşaqlar? Məsələn, Pakistanın yerini mən göstərdim. Hindistan üstündə daman burada. Kuveyt. Göstərdim. Orada xətt qoydum yer. Aha. Biz demişdik ki, necə? Biz onu axı ora deyil, ağaysın, biraz diqqətli ol. Kuveyt hara? Hörmüzün yanında. Hörmüzün yanında. Bəli. Baxın. Baxın göstərirəm. Diqqətli olun hər şeyə. Kuveyt baxın bu hissədə yerləşir. Pakistan da burada. Bunlar arasında nə boğaz olacaq? Hörmüz boğazı. Düzdür, Şəhanə? Aydın olur şala sizə. Bəli, bəli. Bax, Pakistan buradadır, Küveyt də buradadır. Onlar arasında Hörmüz boğazı var. Sonra keçirəm digərinə baxıram. Sən səhv yer göstərdin, ağa sən. Sən göstərdiyin yer təxminən hara düşür? Pakistanın Hindistanla yuxarı hissəsində nə yerləşirdi? Biz qeyd eləmişdik. Nə idi ora? Hindistanın yuxarıda Bangladeş idi bu tərəfdə. Bangladeşin yuxarısında nə var idi? Çin. Düzdür? Sonra gələk digərinə baxaq. Yaponiya. Şöyle Yaponiyanı tanıyırsınız da yerini. Yaponiyanın yerini tanıyırsınız, düzdür? Sağ ol. Necə? Onu deyirdim mən sağda ada olan şəklində olan yer onu deyirdim siz göstərdiniz ona kimi. Hə. Yaponiya ilə Pakistan uşaqlar. Bunlar arasında hansı boğaz olar sizcə? Malakka boğazı olar da. Bir dənə bax, onlar arasında hansı boğaz girir burada ad olanlardan? Malakka, düzdür? Sonra gəlirəm digərinə. Misirlə. Uşaqlar, Misir bir sizdə hardadır Misir? Burada. Misirlə hansı boğaz olacaq? Bab-əl-Məndab boğazı. Aydındır? Sualımız var başqa? Məsələn, Cəbəl Tarix boğazımız gördünüzmü? Avropa ilə Pirne yarımadasını, Afrika ilə Pirne yarımadası arasındadır. Bax burada. Torres boğazı isə Yeni Qvineya ilə
Avstraliya arasındadır. Dedik ki, Pakistanla Kuveytə getmək üçün Bab əl-Məndab boğazı, hə, yoxsa Hörmüz dedik? Hörmüz dedik də, düzdür? Yaponiya ilə Hörmüz Malakka boğazı. boğazı, bəli, Misirlə isə Bab əl-Məndab boğazı. Cavabımız bir də nə olacaq? 1-ə B, 2-yə C, C, 3'e B. aha, 1-ə yox, 1-ə A, 2-yə C, 3-ə B. A, C, A B, ben. A bəndə. Aydın sualınız var? Xeyr. Aha, ikinci sual necə həll eləyəcəyik uşaqlar? Yerli vaxt fərqini necə tapırdıq biz? Yerli vaxt fərqin. Paralel üzrə demə. Ə, Hayır, o qurşaq vaxtı yox, dərəcəsinə görə də yerləşdiyi dərəcəsinə görə tapılandı, o yerli vaxt idi. aha, məsəl üçün, bax məsələn, burada verilib ki, 25 şərq uzunluğu, bir də 25 qərb uzunluğu. Biz bunlar arasında bilirik ki, hər ikisi fərqli yarımkürədə yerləşir. Biri şərqdə, biri qərbdə. Fərqli yarımkürədə yerləşirlərsə biz onları toplayırıq. Yəni 25-in üzərinə 25 gəlsə neçə eləyir? 50. Düzdür? 50 dərəcəni də biz Mən birinci Hı. 25-i məsəl üçün 15-ə bölmürük. Bax, yerli vaxt fərqini tapanda bir var, bax məsələn nə deyirsən? Deyir yerli vaxt fərqini, qurşaq vaxt fərqi. Yerli vaxt fərqini tapanda bunları toplayırıq. Topladıq. Düzdür? Elədi 50. 50-ni də bölürsən nəyə? 15-ə. Bəli, onu deyirəm 50-ni 15-ə böldüm bölürük. 15-ə. Neçə elədi? 3 saat 45-5 qalıq 20 qalır da, bəli. dəqiqə. Düzdür? 3 saat 20 dəqiqə. Qurşaq vaxt fərqini tapanda isə sən dediyin qurşaq vaxt fərqi isə necə tapılır? Qurşaq vaxt fərqi Onda da toplayırıq. yox. Onda da Onda 15-ə saat bölürük. 15-ə bölürük. Bəli. 15-ə bölük təxminən. Bəli, bəli. Onda 15-ə böləcəyik. Hamısının ayrı-ayrı qurşaq vaxt fərqini tapırıq, sonra onları toplayırıq. O da 4 saat edir də təxminən. Məsəl üçün, biz demişdik ki, yer kürəsi 24 saata tam bir dövr etdiyinə görə saat 15 dərəcə olur da, düzdürmü? 15-ə böləcəksən. Yəni 1 ilə 11 arasında, yəni 1-ci və 11-ci saat qurşaqlar arasında biz 15-ə bölürdük, düzdür? Biz daha sonra 13 ilə 23-ün arasını isə nəyə bölürdük? Yəni 24-dən çıxırdıq, sonra 15-ə bölürdük. Aha, bunları nə edəcəksən? Ayrı-ayrı nəyə böləcəksən? Məsələn, 25-i 15-ə böləsən də, düzdür? 25-ə böldün 15-ə neçə eləyir? İndi burada bölürük yoxsa bir şərq qərb deyə toplayıb sonra bölürük Yox, 15-ə? yenə deyirəm. Bax, yerli vaxt fərqi deyəndə toplayırsan, Hı -hı. topladın, neçə elədi? 50. 50-ni böldün neçəyə? 15-ə. Aldın 3 saat 20 dəqiqə aralarında yerli vaxt fərqi var. Quşaq vaxt fərqi olanda isə 1-1 bölürsən. Hə, anladım. Aysa, deməli, 25-i bölsək 15-ə neçə edir? Bir tam neçə alır uşaqlar? 10 alırıq. Qalığımız 10 olur. Bəli, mən Aysa, 1 saat 40 dəqiqə. Aysa, əgər qalıq 7,5-dən böyükdürsə, bir vahid artmalıdır rəqəm. Məsələn, 1 almışıq da, düzdürmü? Qalığımız da 10-dur. Qalıq əgər 7,5-dən böyüksə, bir vahid artır. Yəni 2 olacaq. Məsələn, 25 qərb uzunluğunda 15-ə bölsən, eyni şey alacaqsan. 2 ilə 2-nin toplayasını çəkəcək 4. Yəni biz tapdıq ki, burada yerli vaxt fərqi 3 saat 20 dəqiqədir. Qurşaq vaxt fərqi isə 4 saatdır. Bizə deyir ki, yerli vaxt fərqi qurşaq vaxt fərqindən az olsun. Ona görə nə edəcəyik? Bunu götürəcəyik. Aydındır? Gedişat sizə aydın deyilsə, uşaqlar, yeni izah bir istəmirəm hesablayam. Çünki vaxtımız gedir. Məsələn, ikincini necə hesablayacaqsınız? Yenə 20 ilə 20-ni toplayacaqsınız, eləyəcək 40. Düzdür? Fərqli yarımkürədə yerləşdiyinə görə. 40-ı böləcəksiniz neçəyə? 15-ə. O da eləyəcək 2 saat 40 dəqiqə. Qurşaq vaxt fərqini tapanda isə 20-ni böləsən 15-ə. Yəni 20-ni həm şərq uzunluğunda, həm qərb uzunluğunda. 20-ni böləndə 15-ə neçə eləyir? 1 saat 1 düşür də, qalıq nə qədər düşür bəs? 5 düşür. Deməli, qalıq əgər 7,5-dən böyükdürsə, vahid artmır. Yəni 1 olduğu kimi qalacaq. Bildinizmi?
Aydındır fikrim. Bəli. Hı. Yəni 2 olacaq. Deməli, burada yerli vaxt fərqi qurşaq vaxt fərqindən az deyil. Yerli vaxt fərqini tapdın 2 saat 40 dəqiqə, qurşaq vaxt fərqini tapdın 2 saat. Bunu götürməyəcəyik. Burada uşaqlar cavabımız olacaq 1, 4, 6. Aydındır? Yəni hamısını bir-bir hesablamaqda vaxtımız gedir. Keçək onda digərinə. Burada 2'dir, 4, Hə, 1, 4, 2'dir, 6. 3'tür, 4'tür. 1, 4, 6. Məsələn, 4-də də 4 ilə 40 ilə 40-ı toplayarsan neçə eləyəcək? Buradan yerli vaxt Bərdə şəhərindən də, yəni irəlidədir yerli vaxtı. Bax, yenə deyirəm. 40 ilə 40-ı topladın, neçə elədi? Mən oranı demirəm. Hə. Hansını da deyirsən? Siz dediniz o birisi sualla keçək, ona görə dedim. Başa düşmədim tam olaraq. Dediniz, niyə yerli vaxt qurşaq vaxt fərqindən irəlidir? Yox, onu demirəm müəllimə. İkinci sualdan qurtardınız, üçüncü suala keçirdiniz. Mən onu deyirdim. Onu elə oxumamışam axı. Heç sual oxumamışam. Deyir, Tartaçayın mənbəyini yerləşdiyi inzibati rayona aid olan fikirləri müəyyən edin. Hələ üçə keçməmişim, indi danışırdım üstdən. Şu an Tartaçay bilirsiniz də, başlanğıcını götürür Qarabağ vulkanik ailəsinə. Gəlin qayadan başlayır, bəli. Bəli, Qarabağ vulkanik ailəsinə götürür. Deyir, Tartaçayın mənbəyinin yerləşdiyi inzibati rayona olan fikirləri müəyyən edin. Tartaçayın mənbəyinin yerləşdiyi inzibati rayon Kəlbəcərdir də, düzdür uşaqlar? Bəli. Deyir, yerli vaxtı Bərdə şəhərinin yerli vaxtından irəlidir. Baxırsınız ki, uşaqlar, indi biz burada nəyə diqqət yetirməliyik? Kəlbəcər daha qərbdədir, düzdür. Bərdə isə daha şərqdədir. Düzdürmü? Baxın, sizə təxminən göstərim. Kəlbəcər yerləşir burada. Bərdə də yerləşir burada. Bizsə Kəlbəcər, Tərtər, Bərdə ərazindən keçir. Tərtərçay. Yerli vaxtı Bərdə şəhərinin yerli vaxtından irəlidir. Deyirsiniz, niyə səhvdir o? Yaxın rayonlardır da bir-birlərinə. Bax, yadında saxla ki, yadında saxla ki, şərq hər zaman irəlidədir. Bərdə görsənmi? Buradadır, şərqdədir. Kəlbəcər isə qərbdədir. Yəni şərq hər zaman irəli olur. Onda yerli vaxtdan уже fərqlidir da. Bəli, yerli vaxtlar məsəl üçün şərqdə olanlara daha irəli olur. Məsələn, bu tərəfə bizim belə deyim də sağ qolumuza tərəf olanlarda, saat daha irəli, yerli vaxt daha irəli olur. Amma sol qolumuz tərəfə gedəndə qərb hissədə isə geri olur. Bu həmişə elədir də. Bir qaydadır. Belə. Deməli, uşaqlar, indi biz burada nəyə götürəcəyik? Birini səhv götürəcəksə doğru. Doğrudur da. Ay, sağ ol. Bir deyəcəksiniz ki, deyir ki, yerli vaxtı Bərdə şəhərinin yerli vaxtdan irəlidir deyir. Necə doğru olsun, ay Selcan? Demirsən ki, Tərtərçay Kəlbəcərdədir, Kəlbəcər qərbdədir, Bərdə şərqdədir. Qərbdə olanda geri olur, şərqdə olanda irəli Ay, olur. sağ ol. Ona görə bir səhvdir, doğru deyil. Keçirəm digərinə baxıram. Civə və qızıl ehtiyatlarına malikdir deyir. Uşaqlar düzdür. Kəlbəcərdə civə yatağımız vardı. Ağ yataq, şorbulaq, Levçay, düzdür. Girgəsçay, Narzanlı. Bu hardaydı bəs? Laçında. Laçındaydı. Ay sağ ol. Ağ yataq, şorbulaq, Levçay. Kəlbəcərdə Girgəsçay, Narzanlı, Laçındaydı. Qızıl ehtiyatlarımız Kəlbəcərdə demişdi ki, hansı qızıl yataqlarımız var idi? Qoşa, Gədəbəy idi. Aha. Kəlbəcərdə Zodla, Qızılbulaq və Söyüdlə deyirlər də ona. Demək, iki düzdür. Qışı quraq keçən soyuq və dağ tundra iqlimi müşahidə edilir deyir. Bu da düzdür. Bəli, qışı quraq keçən soyuq iqlim. Azərbaycanın hansı ərazilərində vardı qışı quraq keçən soyuq iqlim? Soyuq iqlim bilirsə, sizin dağlıq ərazilərimizdə olur. Naxçıvanda. Yox, Naxçıvanda yay quraq keçən soyuq iqlimdir. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın cənub-şərqində, Böyük Qafqazın cənubunda, bir də Kiçik Qafqazın orta və alçaq dağlıq ərazilərindədir uşaqlar. Sonra nə deyir? Dağ tundra iqlimi. Dağ tundra iqlimində bilsizdə Böyük Qafqaz silsiləsində var idi, Murovdağ silsiləsində var idi, Qarabağ vulkanik ailəsinində vardı, Zəngəzur silsiləsində var idi. Yəni ona görə üçü götürəcəyik. 4-cü dövrün vulkanik sularına rast gəlinir. Bəli, biz demişdik ki, Azərbaycanda yalnız Qarabağ vulkanik ailəsinə 4-cü dövrün vulkanik sularına rast gəlinir. 4 düzdür. Sonra nə deyir? İki ölkə ilə həmsərhəddir uşaqlar. Baxın, görün, Kəlbəcər iki ölkə ilə həmsərhəddir, səhvdir də.
Yalnız Ermənistanla sərhəddə yerləşir. Düzdür? Bəli, müəllim. Aha, burada Şirlan mineral bulağı yerləşir. Uşaqlar, bu səhvdir. Şirlan demişdik hardaydı? Şirlan, Şada. İsa bulağı turşusu, bəli, Şuşadaydı. Kəlbəcərdə isti suydu da. Cavabımız olacaq 3-də 2, 3, 4. B variantı. Sualımız var. 2, 3, 4. B variantı. Keçirəm 4-ə. Deyir, doğru sıranı müəyyən edin. Sirklər, uşaqlar, karlar, sirklər, trok dərələri, morentrələr, moren təpələr. Bunlar eksarizasiya, yəni buzlağın yaratdığı relyef formasıydı. Yazıb ki, Səudi Ərəbistanda var. Bu ifadə uşaqlar səhvdir. Niyə? Çünki Səudi Ərəbistan bilirsiniz ki, səhralıq ərazidir, isti ərazidir. İsti ərazidə heç vaxt biz qeyd edə bilmərik də orada buzlaq relyef forması olsun. Aydındır? Bu ifadə nədir? Yanlışdır. Biri götürməyəcəyik. Sonra nə sualınız varsa uşaqlar danışdığım vaxtı verin ki, sizə aydın olsun. Gəlirəm digərinə baxıram. Duyunlar, uşaqlar, duyunlar, barxanlar, bunlar küləyin yaratdığı, yəni eol relyef forması, deflyasiyadır. Demək, İndoneziya yazıb, uşaqlar, səhvdir də, İndoneziyada deflyasiya prosesi yayılmayıb. Səhv ifadədir bu. Ondan sonra bizə nə istəyir? Deyir, kanyonlar. Uşaqlar, kanyonlar bilirsiniz ki, əsasən meyilli, belə deyim də, hündür dağlıq ərazilərdə olurdu. Suların, səth suların axınları nəticəsində yaranırdı. Əsasən meyilli ərazilərdə olurdu. Duyunlar məsələsini deyir, dib eroziyadır. Bəli, dağ deyəndə, uşaqlar, dağ çaylar deyəndə dib eroziyadır. Amma düzən çay deyəndə yan eroziyadır. Həmçinin dib eroziya V şəkilli dərələr deməkdir. Yan eroziya isə U şəkilli dərələrdir. Kanyonlar, bəli, ABŞ-ın ərazisində var. Kanyonlar deyəcəz ki, dağ çaylarının dib eroziyası nəticəsində yumşaq suxurların yuyulması ilə yaranır. Yumşaq suxurlarımız əhəngdaşı idi, dolomit idi, gips idi və həmçinin yazı saxlayın ki, ABŞ-da geniş ərazidə yayılmışdı. Yəni 3 ona görə düzdür. Sonra gələm yarğanlar. Uşaqlar, yarğanlar, qobular, bentlentlər, müvəqqəti axarlar, Avstraliya İttifaqı yazılıb. Bu da deyəcəksiniz ki, nədir? Doğrudur. Yarğanlar müvəqqəti axınların təsiri ilə yaranır və həmçinin Avstraliya İttifaqında da var. Məsəl üçün, orada biz deyirik, Avstraliyanın ərazisi ən quraq materikdir. Yarğanlar əslən quraq ərazilərdə olur. Məsələn, kriklər var, orada müvəqqəti axarlı çaylar çoxdur Avstraliyada. Məsələn, oranın bir dənə daimi axarlı çayı, məsələn, Murray çayını deyə bilərik. Ən uzun qolda Darling çayıdır. Gəlir hansı okeana tökülür? Hind okeanına tökülür. Pilavarı sahillər. Uşaqlar, pilavarı sahillər Abraziya yazıb. Abraziya, yadda saxlayın, dalğanın dağıdıcı fəaliyyətidir. Yəni, dalğanın təsiri ilə yaranan proseslər Abraziyadır. Amma pilavarı sahillər deyəcəksiniz ki, burada nə yazıb? İsveçrə yazıb. Yəni, İsveçrənin dənizə, okeana çıxışı olmadığı üçün yazda saxlayın. Bu ərazidə bu relyef formasına rast gəlinə bilməz. Yəni, Abraziya dalğaların dağıdıcı fəaliyyət nəticəsində yaranan pilavarı sahilləri İsveçrəyə biz qeyd edə bilmərik. Çünki onun sahilində nə dəniz, nə də okean yoxdur. 4-də cavabımız olacaq 3-lə 4. Aydın uşaqlar, sual var. Keçirəm yaxşı 5-ə. Sual yoxdursa keçdim 5-ə. Deyir, Qərbi Avropa AES-lər. Uşaqlar, AES-lər bilirsiniz də nədir? Atom elektrik stansiyası. Azərbaycan arasında bilirsiniz ki, atom elektrik stansiyası yoxdur. Yəni, bunu deyim, yadınıza saxlayın. Qərbi Avropada deyəcəksiniz ki, yəni Fransada, məsəl üçün, Qərbi Avropada yerləşir. Yəni, burada atom elektrik stansiyası elektroenergetika sənayesində əsas yer tutur. Uşaqlar, biri var yanacaq, bir də var elektroenergetika. Yanacaq deyəndə neftdir, qazdır, daş kömürdür, torfdur, yanar şist və s. bunlar nəzərdə tutulur. Amma energetika sahəsi deyəndə AES-lərdir, CS-lərdir, IS-lərdir, İM-lərdir, külək elektrik stansiyasıdır, geotermal elektrik stansiyasıdır. Bax, bunlar nəzərdə tutulur. Deyər, Qərbi Avropada, Fransada yazı saxlayın, AES-lərimiz var. Atom elektrik stansiyasına görə əsas yer tutur orada. Şirlanka. Şirlanka bilirsiniz ki, Hindistanın aşağı hissəsində yerləşən bir adadır. Şirlanka adası. Yəqin ki, yerini tanıyırsınız uşaqlar. Şirlankaya yazıb ki, Cud. Qeyd edəcəksiniz ki, Şirlanka Cənubi Asiyada yerləşir və cüt istehsalına görə də fərqlənir. Məsələn, Şirlankanın yerini tanıyırıq mı dostlar?
Gəlin burada Şri Lankanın yerinə baxalım dünyanın xəritəsində. Baxın burada görürsünüz Hindistanın aşağı hissəsindədir. Bax burada. Hindistanla da Şri Lankanın arasında Polk boğazı var. Sonra gəlirəm digərinə. Latın Amerikası, Argentina. Latın Amerikasında Argentina təsərrüfat sahəsinə deyəcəksiniz ki, buğda istehsalına görə fərqlənir. Uşaqlar, bilirsiniz də Argentinanın ərazisi çöl təbii zonasında yerləşir. Yəni orada pampalar var da, pampalar. Pampaların da olduğu yerdə taxıl bitkiləri, buğda bitkilərinə görə Argentina fərqlənirdi. Gəlirəm dördüncüyə baxıram. Filippin. Filippində tanıyırsınız da, Filippinin iki adası var. Şimal adası ilə Cənub adası. Şimal adası Luzon, Cənub adası isə Mindanao adası idi. Filippində isə uşaqlar qeyd edəcəksiniz ki, çəltik yazılıb. Filippin Cənub-Şərqi Asiyaya aiddir. Baxın, burada yerləşir Filippin. Cənub-Şərqi Asiya regionuna aiddir. Gəlin burada baxaq. 1-ə Fransa getməlidir, 2-yə Cənubi Asiya, 3-ə gedəcək nə buğda, yəni taxıl buğda, 4-ə isə gedəcək Cənub-Şərqi Asiya. Bu da rahat bir sualdır. Demək ki, hamımız Fransa, 2-yə Cənub-Şərqi Asiya yox, Cənubi Asiya dedik. 3-ə taxılçılıq, bəli, buğda aiddir. 4-ə Cənub-Şərqi Asiya. Cavabımız olacaq uşaqlar bizimlə C variantı olur da, düzdür? Keçirəm 6-cı sual. Sualınız vardır uşaqlar 5-dən. Keçdim yaxşı 5-ə. Deyir ki, Kolumbiya, Braziliya və Argentina. Uşaqlar, bunların ərazisini tanıyırsınız da yəqin ki. Deməli, yerləşir harda? Cənubi Amerikada. Baxın, bu sadaladığımız ərazilər yerləşir harda? Cənubi Amerikada. Kolumbiyanın ərazisinə baxırıq. Kolumbiya uşaqlar, baxın, burada yerləşir. Baxın bu hissəyə. Braziliya isə baxın bu ərazidə yerləşir. Argentina isə onun aşağı hissəsində yerləşir. İndi bizdən nə istəyir? Gəlin görək bizdən nə sual soruşur. Deyir Kolumbiya, Braziliya, Argentina. Baxıram. Deyir ki, 3 yarımkürədə yerləşir, boksit hasilatına görə fərqlənir. Uşaqlar, yadınızda saxlayın. Bir ərazinin 3 yarımkürədə yerləşməsi üçün ya onu ekvator kəsməlidir, ya da onu nə kəsməlidir? Greenwich meridianı kəsməlidir. Düzdür? İndi biz burada baxırıq ki, Kolumbiyanın 3 yarımkürədə yerləşən və boksit hasilatına görə fərqlənən deyir. Birincisi, mən burada gəlib baxıram ki, görüm Kolumbiyanı nə kəsib. Bir dənə baxıram, uzaqlaşdırıram. Görüm onu ekvator kəsib, baxırsınız. Kolumbiya, Braziliya. Burada biz qeyd edəcəyik ki, 3 yarımkürədə yerləşən boksit hasilatına görə fərqlənən hansıdır? Birincisi, baxıram ki, Argentinanı heç nə kəsməyib. Nə Greenwich kəsməyib, nə də ekvator kəsməyib. Sonra gəlirəm Braziliyaya baxıram. Görürəm ki, burada biz hansını götürə bilərik? 3 yarımkürədə yerləşir və boksit hasilatına görə fərqlənir. Braziliyanı götürə bilərik uşaqlar. Ekvator Bəli, xətti. müəllimə. Ekvator xətti Bəli. kəsən ölçülərimiz hansılar idi? Kim deyər bizə? Ekvator xətti kəsən ölçülərimiz. Keçən dəfə səhv eləmirəmsə dərsən yazmışdıq. Ekvator xətti hansı ölçülərimizi kəsirdi? Kongo, Ekvador idi, mən Braziliya Aha, idi. Kolumbiya, Ekvador, bəli, Braziliya, Gabon, Kongodur. Demokratik Tabii ki. Respublikası, Uganda, Kenya, Somali, İndoneziya. Düzdür? Sumatranı da kəsirdi elə mən. Sumatranı İndoneziyaya daxil deyil onlar. Sumatra, Hə. Sulawesi, Yavan deməksən. Yəni İndoneziya ərazisinə daxildir onlar ümumiyyətlə. İndoneziya deyilir. Deməli uşaqlar, baxırsınız burada nəyə? 3 yarımkürədə yerləşir, boksit hasilatına görə fərqlənir deyirsə, biz Kolumbiyanı boksit hasilatına görə fərqləndirə bilmərik. Düzdür? Ona görə biz nəyə götürəcəyik? 2-yə götürəcəyik. 2-yə A-nı. Bəli, 2-yə bəli. A-nı götürürəm. Afərin, düzdür. Sahilləri iki okean suları ilə yuyulur uşaqlar. Baxıram ki, burada Argentinanın sahillərinə baxıram. Hansı okean suları yuyulur Argentinanın sahilinə? Hə, uşaqlar, Argentinanın sahilini yalnız deyəcəksiniz ki, Atlantik Atlantik. okean yuyur. Bəli, Braziliyanın sahilini yalnız Atlantik okean yuyur. Amma Kolumbiyanın sahilini deyəcəksiniz ki, iki okean yuyur. Sakit Atlantik okeanda, Atlantik okeanda. Bəli. Ona görə biz götürəcəyik bunu nəyə? Kolumbiyaya. B gedir Kolumbiyaya. Aşınma nəticəsində yaranan kəllə qəntreliyə forması mövcuddur. Bu da bilirsiniz də harda? Braziliyadaydı. mən. Hə, bu gedəcək Braziliyaya. Düzdür?
Sonra keçirəm digərinə. Soyuq okean cərəyanlarının təsirlə səhra və yarım səhra formalaşmışdı. Bu hansına Argentin. gedəcək bəs? Üçüncüyə Argentina. gedəcək də Argentinaya. Bəli, Argentinaya gedir. Sonra gəlirəm digərinə. Deyir, həmsərhəd olduğu ölkələrdən biri ucuz bayraq prinsipi ilə yük daşımada seçilir. Bu hansına gedəcək E variantımız? Argentinaya. Düzdür? Panama ilə həmsərhəddi də ucuz bayraq prinsipi ilə yük daşımada seçilən Panama ilə həmsərhəddi Kolumbiya. Sonra bizdən nə istəyir? Uşaq, Panamada bilirsiniz də hardadır? Baxın burada. Bax, buradadır Panama. Sonra nə dedi? Həm ərazisindən məhsullar qırmızı-qara torpaqlar formalaşdığı təbii zona yayılmışdır. Təbii ki, bu da gedəcək hansına? Argentinaya. Pampalar Argentinadaydı da. Qırmızı, qara qırmızı torpaqlar vardı orada. Deməli, birə gedir B, E, 2-yə A, C, 3-ə də D-dan F. Cavabımız olur. Eyni C var. Argentinaya demişdik. Necə? Eyni bayaq Argentinaya dedik. Yox, ucuz bayraq demədim. Pampa, şeydədir. Panamadadır. Pampa nə idi? Panama hansı sərhəddədir? Kolumbiya ilə sərhəddədir uşaqlar. Panama baxın buradadır. Kolumbiya da buradadır. Deməli, altta cavabımız nə olacaq? 1-ə B, E, 2-yə A, C, 3-ə D, F. D, F. F-nı bəlkə F kimi eşitmisən. D, F. Cavabımız olar C variantı. Aydındır. Keçirəm 7-ci sualımıza. Deyər xəritə sxemdə təsvir edilmiş ölkə üçün doğru fikirləri müəyyən edin. Uşaqlar, burada hansı ölkəmiz təsvir olunub? Qazaxıstandır da, düzdür? Hə, uşaqlar? Bizim müstəqil türk dövlətlərimiz var idi. Hansı müstəqil türk dövlətlərimiz tanısı? 6 dənə müstəqil türk dövlətimiz var. Özbəkistan, Türkmənistan, Azərbaycan, Azərbaycan, Türkiyə, Türkiyə. Qırğızistan, Ay, sağ ol. Qazaxıstan. Bəli, baxın, burada Azərbaycandır. Bura Türkiyədir. Sonra, bura deyəcəksiniz ki, Türkmenistandır. Türkmənistan. Türkmenistanın üstündə Özbəkistandır. Özbəkistan üstü Qazaxıstandır. Düzdür? Hə. Ay, sağ ol. Deməli, indi biz burada nə edirik? Bizdən nə istəyir? Gəlin suallarımızı təkrarlayaq. Deyir, ərazisi bir qitədə yerləşir. Uşaqlar, səhvdə mən sizə keçən səfərdə bir məlumat olaraq kimi atmışdım qrupumuzda ki, ərazisi 2 qitədə yerləşən dövlətlər, türk dövlətlərindən bir Türkiyədir, bir də Qazaxıstandır. 2 qitədə yerləşirlər. Həm Avropa, həm də Asiya qitəsində yerləşirlər. Düzdür? Gəlirəm digərinə. Deyir ki, codyarpaqlı meşə və kolluqlar geniş sahə tutur. Uşaqlar, bu səhvdir. Codyarpaqlı meşə və kolluqlar subtropikin aralıq dəniz iqlim tipi ilə subtropikin bərabər rütubətlənən tipi olur. Biz də bilirik ki, şimal yarımkürəsində subtropikin bərabər rütubətlənən tipi yoxdur. Yalnız subtropikin aralıq dəniz iqlim tipi var. O da materiklərin əsasən qərb hissəsində olur. Yəni, Qazaxıstan ərazisinə aid deyil bu ifadə. Qazaxıstanda çöl təbii zonası olar əsasən. Düzdür, taxıl, buğda əkinlərinə görə fərqlənir axı Qazaxıstan. Eləmi? Evet. Sonra nə deyir? Ərazisinin müəyyən hissəsi cavan platformada yerləşir. Bəli, uşaqlar, bilirsiniz ki, platformalar seysmik cəhətdən seysmik cəhətdən aktiv olmayan qədim ərazilər idi. Platformalar yaşına görə qədim və cavan olaraq bölürdük. Cavan platformalar demişdik Paleozon Hersin mərhələsində yaranmışdı. Ön Qafqaz, Qərbi Sibir, Tron ovalığı idi. Və qeyd eləmişdik ki, qədim platformalar isə arxey və protozoyda yaranmışdı. Və həmçinin platformalar quruluşuna görə ikiyə bölmüşdük. Platforma örtüyü və kristalik bünövrə. Platforma örtüyü qeyd eləmişdik ki, çökmə suxurlarından təşkil olunmuşdu. Neft idi, qaz idi, torfil, anarşist kimi faydalı qazıntılarımız var idi. Kristalik bünövrə isə yaylalar dedik ki, orada əsasən maqmatik, metaformik suxurlar olurdu, filiz faydalı qazıntılar olurdu. Və səthə çıxması sipərlər, qalxanlar adlandırılırdı. O da platforma örtüyün yuyulması nəticəsində baş verirdi. Deməli, burada biz doğru götürəcəyik də ərazisinin bir hissəsində cavan platforma yerləşir. Yəni, Tron ovalığı yerləşir, doğrudur. Deyir, ərazisinin axan çaylar
həm daxili axarsız, həm də Şimal Buzlu Okeanına aiddir. Bu da doğrudur uşaqlar. Məsələn, ərazisindən axan çayların bir hissəsi daxili axarsız hövzəyə, yəni Xəzərə, Arala, Balxaşa və s. aiddir. Bir hissəsi isə Şimal Buzlu Okeanı hövzəsinə aiddir. Məsələn, Ob çayının qolları. Ob, Irtış, Işım, Tabol bunlar Ob çayının qollarıdır. Onlar Şimal Buzlu Okeanı, Qara dənizindən də Şimal Buzlu Okeanına tökülürlər. Amma məsələn, yerdə qalanlar isə Xəzər, Aral, Balxaş göllərinə tökülürlər. Bu doğrudur. Mərkəzi Asiyanın bütün müstəqil dövlətləri ilə quru sərhədə malikdir, düzdür. Bu da Məsələn, düzdür bayaq mü? dedik ki, bəli, Türkiyənin, Özbəkistan, aha, Qırğızistan. Elə Mərkəzi Asiyanın deyir uşaqlar. Məsələn, necə? variantlardan elə birlə ikini çıxanda qalır Y bəndi 3, Bəli, 4, bəli, 5. düzdür. Mərkəzi Asiyanın yerləşən bütün müstəqil dövlət, məsələn, Türkmənistan, Qırğızistan, Özbəkistana həmsərhəddir. Deyir ki, əhalisinin əsas hissəsi Oğuz qoluna aiddir. Bu nədir dedik? Səhvdir. Qıpçaq. Oğuz qoluna aid olan Qırğızstandır, yoxsa? Qıpçaq qoluna aiddir. Uşaqlar, baxın, indi gəlin istəyirsinizsə, sizlərdə əgər zəifliyiniz varsa, mən sizə bunları qeyd elətdirim. Məsələn, Oğuz qoluna, Qıpçaq qoluna hansı? Məsələn, Qıpçaq qoluna Qazaxlardır. Özbəkistanın ərazisində olan respublika var, Qaraqalpaq Respublikasıdır. Sonra Qırğızlardır, Altaylardır. Sonra məsələn, qoyları qeyd edə bilərik, qumluqları qeyd edə bilərik. Bunlar Qıpçaq qoluna aiddir. Aydındır? Cavabımız 3, 4, 5 olacaq. Sualınız var? Yoxsa keçirəm digərinə. Cavabımız olur ya bəndə. Keçirəm digərinə uşaqlar 8-ci suala. Birlə göstərən ölkəmiz biz ki, Braziliyadır. Düzdür? Hə, uşaqlar. Bir haradır? Bəli. Braziliya. Sonra 2 Nigeriya, 3 Hindistan, 4 İndoneziya. Düzdür? Deyir, əhalinin tərkibində yaşlıların payı çoxdur. Uşaqlar, yadınızda saxlayın. Ölkələr inkişaf səviyyəsinə görə 2 yerə bölünür. İnkişaf etmiş ölkələr, bir də inkişaf etməkdə olan ölkələr. İnkişaf etmiş ölkələrdə əhalinin tərkibində yaşlıların payı çox olur. Çünki orada evliliyə üstünlük vermirlər. Ona görə də uşaqların payı azdır. Amma inkişaf etməkdə olan ölkələrdə elə deyil. Uşaqlara çox üstünlük verdiklərinə görə. Çünki uşaqlara nə kimi baxırdılar? Özlərinə baxıcı kimi baxırdılar. Ona görə. Biz burada nə edəcəyik? Onlar üçün ümumi cəhət istəyir. Burada əsasən uşaqların payı çoxdur, burada qeyd olunan ölkələrdə. Düzdür? Ona görə biri götürmürəm. Yəni səhvdir. Bəli, səhvdir, götürmürəm ona görə. Orada uşaqların payı çoxdur, daha çox. Əhalisinin sayı 100 milyon nəfərdən çoxdur, deyir. Bunlar nədir? Oxşardır. Əhalisinin sayı bu ölkələrin hər birində əhalisinin sayı 100 milyon nəfərdən çoxdur. Aydındır? Yerləşdiyi qitələrdə yetkin əhalinin 16, yəni 65 yaş payı Bəli. daha çoxdur. Bu da doğrudur. Suburbanizasiya prosesi. Uşaq urbanizasiya şəhər əhalisinin çoxluğu deməkdir. Suburbanizasiya inkişaf etmiş ölkələrdə, yalançı urbanizasiya isə inkişaf etməkdə olan ölkələrdədir. Burada isə inkişaf etməkdə olan ölkə olduğuna görə suburbanizasiyanı götürə bilməzsiniz. Yalançı urbanizasiya olsaydı götürə bilərdiniz. Dünyanın əsas immiqrasiya mərkəzi uşaqlar, immiqrasiya inkişaf etmiş ölkələrdə olur. İnkişaf etməkdə olan ölkələrdə emiqrasiya olur. Yəni 5 də səhvdir. Sonra gəlirəm 6-ya. Əhalisinin sayının təbii artım hesabına çoxalır. Bəli, təbii artım bilirsiniz doğum hesabına olan çoxalmadır. Ona görə cavabımız 2, 3, 6-dır. Sualınız var? Buradakı ölkələrin hansı inkişaf edib, hansı etməkdə olandır? Məsələn, Cənubi Amerikada ümumiyyətlə inkişaf etmiş ölkə yoxdur. Ona görə Braziliya inkişaf etməkdədir. Sonra Afrikada bir dənə inkişaf etmiş ölkəmiz var. O da nə idi? Car. Ay, sağ ol. Ondan sonra Hindistan inkişaf etmiş ölkədir? Yox. Düzdür uşaqlar? Hindistan inkişaf etməyib ki? Yox. Deməli, İndoneziya bəs. Necə ölkədir İndoneziya? Etməkdə olan inkişaf etmək. Bəli, inkişaf etməkdə olan ölkədir.
Aydındır. Sonra inkişaf etmiş ölkələrimiz ABŞ-dır, Kanadadır, sonra Qərbi Avropa ölkələridir, CAR-dır, Avstraliyadır. Bunlar da inkişaf etmiş ölkələrimiz. ABŞ, Kanada, sonra İsveç, Norveç, Danimarka, Niderland, Finlandiya, İsveçrə, Avstraliya, Belçika, İspanya, Yunanistan, Portuqaliya, İordaniya, Kipr. Yəni bunların adlarını çəkə bilərik. İndoneziya, yadınızda saxlayın, Asiyada yeni sənaye ölkələrdir. İnkişaf etməkdə olan ölkədir. İndoneziya, Tayland, Malayziya, Filippin. Qeyd elədiniz. Bəli, burada variant nə oldu indi 8-də? Variantımız 2, 3, 6. Hansıdır C variantı? Keçim 9-a. Tamam. 9-a baxır. Azərbaycan ərazisində Böyük Qafqazın şimal-şərq yamacında yerləşən coğrafi obyekt. Çox asan sualdır. Azərbaycanın şimal-şərqində yerləşən Şollar düzü, Uşaqlar düzdür. Qudyalçay da var idi orada deyəsən ama. Aha, Qudyalçay, sonra 1, Lepsin muhalifəti. 3, Şahdağ 6. silsiləsi. Xeyr, Şahdağ yox. 1, 3, Uşaqlar. 6 vardı uşaqlar. Bəli. Şahdağ zirvəsi var. Silsiləsi yanlış. Müəllim, səhv saldım müəllim zirvə ilə. Şahdağ Aha. silsiləsi. Zirvəsi bax Kiçik Qafqazdadır. Qarabağdadır. Baxın, ona görə cavabımız birini alacaq uşaqlar 9-da. 1, 3, 6 D D variantı. variantı. Rahat sual idi. Sonra gəlirik digər sual uşaqlar. 10-cu sualda nə deyir bizə? Deyir, isti və rütubətli iqlim şəraitini inkişaf etdirilir. Uşaqlar, isti və rütubət iqlim şəraiti bilirsiniz də aqlim ehtiyatlarının zəngin olduğu ərazilərdə olur. Düzdür? Sonra bizdən nə istəyir? Deyir ki, əmək ehtiyatları və suya tələbatı böyükdür. Daha çox bəcərli ölkədə istehlak edilir. Bu nədən söhbət gedir? Kim deyər? Biraz fikirləşin görək. Uşaqlar, nədən söhbət gedir? Çəltikdən söhbət gedir də? Hı? Bəli müəllimə. Mən oxuyub çatdıra bilmədim. Hə. Verilən xüsusiyyətlər kənd təsərrüfatında çəltik sahəsinə aid uşaqlar. Çəltiyin becərildiyi ərazilərdə, məsələn, deyir ki, becərildiyi ərazilərin iqlim şəraiti ildə 2 dəfə məhsul götürməyə imkan verir. Düzdür. Məhsulun çox hissəsi ixrac olunur. Səhvdir. Bəli. Olmur. Əsas ixracçılar Cənubi Şərqi Asiya ölkəsidir. Bu da deyəsə düzdür. Amma əkin sahələri buğday əkindən nisbətən daha genişdir. Səhvdir. 1, 4 düzdür. Bir də 6 düzdür. İnkişaf etdiyi ərazilərin yağıntıların çox hissəsi ilin isti dövrünə düşür. Çünki musson iqlim şəraitində olur. Mussonda da yağıntı yayda düşür, qışda düşmür. Yaxşı. Aqlim ehtiyatları zəif təmin olunmuş ərazidə becərilir, səhvdir. Əksinə aqlim ehtiyatları isti və rütubətli ərazilərdə yüksək olur. Yəni dedik ki, çəltiyin becərildiyi ərazilərin iqlim şəraiti ildə 2 dəfə məhsul götürməyə imkan verir. Çəltin əsas ixracçıları Cənub-Şərqi Asiya ölkələridir. İnkişaf etdiyi ərazilərdə yağıntının ilin isti dövründə yay mussonları zamanı düşür. Çəltin çox az hissəsi